Salam uşaqlar, bugün rus dili 10-cu sinif üçündür və bizim 18-ci dərsimizdir. Gəlin başlayaq. Deməli, mövzumuz belədir. Мощь и красота azərbaycanskих народных танцев. Azərbaycan xalq rəqslərinin gücü və gözəlliyi. Gəlin başlayaq. Emil, у нас очень богатая культура. Emil, bizim çox zəngin mədəniyyətimiz var. Да, Эльмира, еще и интересные традиции. Bəli, Эльмира, maraqlı ənənələrimiz də var. В чем отражаются национальные обычаи и обряды? Milli ədət-ənənələr, mərasimlər necə əks olunur? Как человек может выразить свои чувства и эмоции? İnsan öz hisslərini və duyğularını necə ifadə edə bilər? Они бывают быстрые и медленные, лирические и зажигательные. Onlar sürətli və yavaş, lirik və ya da alovlu ola bilər. Их первые изображения были найдены на скалах Qobustana. Onların ilk təsvirləri Qobustan qayalarında tapılıbdır. Və keçək indi gördüyünüz ki, yəni söhbət rəqsdən gedir. Və gəlin indi burada mətnimiz var. O mətni də mən oxuyum və tərcümə edim. Görək söhbət burada nədən gedir. Наши народные танцы – основа азербайджанской национальной инструментальной музыки. Xalq rəqslərimiz Azərbaycan milli instrumental musiqinin əsasını təşkil edir. Они создавались людьми и веками передавались из поколения в поколение. Onlar insanlar tərəfindən yaradılıb və əsrlər boyu nəsildən nəslə ötürülübdür. Танцы отражали характер, чувства, эмоции и темперамент людей. Rəqslər insanın xarakteri, hisslərini, duyğularını, xəssiyyətini əks etdirirdi. Именно в национальных танцах можно проследить историческую судьбу народа, его взлеты и падения. Məhz milli rəqslərdə bir xalqın tarixi təleyini izləmək olar, onun eniş yoxuşlarını. История танцевального искусства в Азербайджане уходит корнями вглубь веков. Deyir ki, Azərbaycanda rəqsin tarixi əsrlərə gedib çıxır. Первыми танцами были обрядовые и охотничьи. İlk rəqslər ritual və ov rəqsləri idi. В Гобустане сохранились наскальные изображения танцующих людей, напоминающие древний хоровод Яллы. Deyir ki, ilk rəqslər, deməli belə deyək də, Qobustanda qədim yallı dairəvi rəqsini xatırladan, rəqs edən insanların qaya üstü təsvirləri qorunub, saxlanılıbdır. Из глубины веков пришли массовые обрядовые танцы. Səməni, Xıdır İlyas, Kös-Kösa, Qodu-Qodu и другие. Deməli, Səməni, Xıdır İlyas, Kös-Kösa, Qodu-Qodu və başqaları kimi kütləvi ritual rəqsləri zamanı belə deyək də, dərinliklərdən gəlib çatmışdı bizdə yəni. Танец Səməni посвящается приходу весны и оживлению природы. Məsələn, Səməni deyir, rəqsi yazın gəlişinə və təbiətin canlanmasına həsr olunubdu. Он сопровождался pеснопениями, играми и танцами. Deməli, o, belə deyək, mahnılar, oyunlar və rəqslərlə müşahidə olunurdu. Танец Xıdır İlyas исполнялся для вызова дождя. Deməli, yağış gətirmək üçün Xıdır İlyas rəqsi ifa olunurdu. Это происходило в начале весны. Deməli, bu yazın əvvəlində baş verirdi. Танец Kös-Kösa посвящается приходу весны. Mesela Kös-Kösa rəqsi yazın gəlişinə həsr olunub. Идея этого обрядового танца состоит в борьбе двух сил – старой зимы и молодой весны. Deməli, bu da belə deyək də, bu ritualda rəqsin ideyasına, yəni köhnə qış, yəni də qoca qış və belə deyək də, cavan baharın iki qüvvəsi arasında mübarizədir də, bax belə deyək. Так, дальше. По характеру и ритму азербайджанские народные танцы делятся на плавные и оживленные. Так, deməli, deyir ki, xarakterinə görə və ritminə görə rəqslər, belə deyək də, çox yavaş və belə deyək də, canlı olan, yəni tez-tez olanlarına bölünür. Как правило, азербайджанский танец трехчастный. В
В первой части танцор совершает ход по кругу, во второй застывает на месте süzmə и в третьей части вновь делает завершающий торжественный ход по кругу. Deməli, belə deyək də, Azərbaycan rəqsi tipik olaraq da, yəni 3 hissədən ibarətdir. Birinci hissədə rəqqas dairəvi hərəkət edir, ikinci hissədə yerində donur, belə də, yəni süzmədir. Üçüncü hissədə isə daha bir yekun, belə deyək də, dairəvi bir hərəkət edir, belə deyək. Gəlin indi uşaqlar, burada yeni sözlərimiz var. Onları da tərcümə edim. Взлет, здесь расцвет, успех, подъем. Yəni burada uğur, uçuş deyək də belə. Падение, здесь уменьшение, снижение. Yəni düşmə, azalma deməkdir. Обрядово, ритуально, yəni ritual, mərasim. Хоровод, движение людей по кругу. Хоровод insanların dairəvi şəkildə rəqs etməyidir də. Yəni məsələn yolka ətrafında dairəvi gedəndə ona хоровод deyilir. Плавный, ровный, без резких переходов. Hamar, məsələn axıcı, belə deyək də, kəskin keçidlər olmadan deməkdir. Так, 3-də uşaqlar burada yazmışam. Определить верную последовательность по тексту. Yəni birinci orada söhbət nədən gedirdi? Основа азербайджанской национальной музыки. Sonra первые танцы, массовые обрядовые танцы и характер и ритм азербайджанских народов. Yəni план. Так, дальше 5-də укажите соответствие, обоснуйте ваши ответы. Uşaqlar burada belə deyək də rəqsin, yəni rəqslərin belə deyək də xarakterik, tipik hərəkətlər də, yəni belə deyək də hərəkətlər. Məsələn, смотрим по сторонам. Смотрим по сторонам nə deməkdir? Yəni baxırıq da ora-bura, belə deyək də, ətrafa baxanda nə edirik? Əlbəttə ki, bu baş üçün bir məşqdir də. Yəni başla hara baxırıq? Sağa, sola. Ona görə də bu упражнение для головыdır. Udivləyimsə, burada təəccüblənirik. Yəni rəqsdə onu necə göstəririk biz? Əlbəttə ki, təəccübləniriksə biz onu упражнение для рук da, qollar üçün məşq. Yəni qolumuzla, yəni göstəririk ki, biz buna təəccüblənirik məsələn, ya da utanırıq da, belə deyək də, bu əl üçün hərəkətdir. Lovim komara, это хлопок. Lovim komara, yəni ağcaqanad tuturuq da biz və necə eləyirik? Yəni xlopok deyiriksə, deməli bu şəkildə öldürürük də, yəni biz bunun A variantını seçirik. Dальше. Приптаптываем землю, yəni yerdə hərəkət ayaqla bir yerdə ediriksə, taptalayırıq da, belə deyək yeri. Əlbəttə ki, bu pritopu deyirik biz. Belə. Так, дальше. Burada 6-da da, на какой вопрос есть ответ в тексте? Mətndə hansı deyir suala cavab var? Так, почему обряд Köz-Közə посвящается приходу весны? Çünki orada demişik də, köhnə qış və yeni baharda, ya da qoca qış və cavan bir baharın arasında olan, belə deyək də, mübarizədir. Так, какое предложение не соответствует содержанию текста? Mətnə uyğun olmayan. По характеру азербайджанские народные танцы делятся на веселые и грустные. Bu уже düz deyil. Так, burada da uşaqlar dinləmədir. Mən onu bilmirəm, hardan götürmək olar. Və keçək feilə. Bugün feildir və bilirsiniz ki, feilimiz 3 zamanı var, düzdürmü rus dilində? Прошедшее время, keçmiş zaman, настоящее, indiki zaman, будущее də bizdə deməli gələcək zaman. Və burada da özüm yazdım ki, sizə suallarında özüm yazmışam ki, qayda dəftərində bu şəkildə yazasınız. İzменяется по числам, а в единственном числе по родам. Nə deməkdir? Deməli, keçmiş zaman İzменяется по числам. Yəni tək və cəmə görə dəyişir. Düzdürmü? A в единственном числе по родам. Tək halda olanda еще по родам. Yəni cinsə görə dəyişir. Məsələn, он сиял, она сияла, оно сияло, они сияли. Что делал, что сделал deyə sualları var. Настоящее время, indiki zamandır. İzменяется по лицам, по числам. Po лицам nə demək? Birinci şəxs, ikinci, üçüncü şəxs deməkdir də, belə deyək.
Я читаю, мы читаем, ты читаешь, вы читаете, он, она читает, они читают. Что делает и что делают diye suallara cevap verin. Дальше. Будущее, gələcək zamanı. Изменяется по лицам и по числам. Gələcək zamanda bizdə şəxslərə görə birinci, ikinci, üçüncü şəxslərə görə və по числам tək və cəmə görə bölünür. Я нарисую, мы нарисуем, ты нарисуешь, вы нарисуете, он, она нарисует, они нарисуют. Sualları. Что сделает, что будет делать. Belə. 10-cu tapşırıqda замените выделенную букву на другую так, чтобы получился новый глагол и запишите. Deməli, qırmızı hərfləri olan deməli sözləri biz bu hərfləri biz başqa hərflə əvəz edib başqa bir söz almalıyıq. Gəlin baxaq, baxın, kidać. Kidać deyiriksə bu nəysə atmaq. Məsələn, daş atmaq deyək də. Və d-nı mən götürdüm və v hərfi onu yerinə yazmışam və oldu kivać. Yəni başın tərpətməkdə belə deyək. Svitit и sverить. T-nı mən götürdüm buradan və r-nı qoymuşam yerinə. Parıldamaq и sverить, yəni nəysə yoxlamaq belə deyək də. Возить, yəni nəqliyyatla harasa daşımaq. Mən z-nın yerinə p-nı qoyuram. Vapit. Vapit bu qışqırmaq deməkdir. Kapać, nəysə qazmaq, məsələn yeri. Kapit, məsələn pul yığmaq da yığmaq deməkdir. Davać и davit. A-nı mən i-yə dəyişdim. Burada A-nı mən i-yə dəyişdim. Davać, yəni kiməsə nəysə vermək, məsələn pul vermək. Davit, burada da davit boğmaq ya da nəysə basmaq da belə deyək. Делать и делить. Yəni делать nəysə etmək və делить nəysə bölüşmək, belə deyək. Бежать, qaçmaq, lежать, yatmaq. Решать, həll etmək, mешать, mane olmaq. Пить, içmək, бить, döymək də belə. Все. Дальше. 11-də образуйте от данных глаголов форму настоящего и будущего времени запишите. Deməli, создавались burada verifti keçmiş zamanda прошедшее время, создаются настоящее indiki zamanda, создадутся gələcək zamanda, yəni будущее времяdə. Gəlin bu üçünü də yazaq. Так, yazılır. Передавались keçmiş zamanda, передаются indiki zamanda, передадутся burada уже gələcək zamanda. Закрывались keçmiş, indiki də закрываются и закроются gələcəkdə. Исполнялись, deməli burada bizdə keçmiş zamandadır. Исполняются indiki zamandır. Исполнится bu da gələcək zamanda. Belə. Və keçək növbəti 12-ci tapşırığımıza. 12-ci tapşırıqda da nə etməliyik? 12-ci tapşırıqda bizdə mətnimiz var. Mətni oxuyum, tərcümə edim. Sonra içindən deyir ki, həm keçmiş, indiki və gələcək zamanda olan feilləri seçin, yazın. Gəlin onu mən oxuyum, tərcümə edim. Belə bir nağıldır. В стране части речи жил царь глагол будущего времени. Deyir ki, nit hissəsi ölkəsində bir, belə deyək də, çar yaşayırdı və onun adı nə idi? Deməli, gələcək zaman feilidir. И он был очень ленивый, çox tənbəl idi. Всем приказывал, а сам даже не мог приподняться со своего трона. Və o çox dediyim kimi də tənbəl idi, hamıya əmr edirdi, özü isə taxtından belə qalxa bilmirdi. Однажды приходит к нему имя существительное и говорит, умоляя, дайте, пожалуйста, семян, мне нужно срочно посеять буквы. Deyir ki, bir günü deməli onun yanına isim gəlir və deyir ki, mənə təcili, yəni zəhmət olmasa toxum verin, mən hərfləri təcili əkməliyəm də, bukva, yəni hərfləri. А глагол только усмехнулся на эту просьбу. Ага, сейчас встану и принесу тебе семян. Как же, иди проси у глагола настоящего времени. Deməli, və gələcək zamanda ona nə deyir? Deyir ki, mən sana bu dəqiqə durub gətirəcəm sənin üçün. Yəni, get, deyir ki, indiki zamandan istə.
Из-за этого никто и не уважал глагоla будущего времени və buna görə də heç kim gələcək zaman feilini hörmət etmirdi. Так, дальше. Однажды к нему приехали глаголы настоящего и прошедшего времени. Deməli, bir günü onun yanına indiki və keçmiş zamanı feilləri gəlir. Много у них было владений, и слуги счастливы были. Deməli, onların çoxlu mülkü var idi və nökərlər də belə xoşbaxt idilər. Глагол будущего времени очень удивился и позавидовал. Amma gələcək zaman feili çox təəccübləndi və paxıllıq etdi onlara. Откуда у вас так много владений? Yəni sizdə necə bu qədər çox mülk var deyir də, yəni var dövlət. Они отвечают: а мы сколько трудились, вот и расширили свои владения. Dedi ki, onlara cavab verdilər ki, biz nə qədər çox çalışdıq bilirsənmi sən? Buna görə də yəni var dövlətimiz, mülklərimiz çoxdur. Стыдно стало будущему времени, и когда гости уехали, стал он трудиться днем и ночью. Вот тогда и все царство осталось довольным. Gələcək zamanı, yəni çox utandı və qonaqlar gedəndən sonra o gecə-gündüz çalışmağa başladı. Elə o zamandan bütün, belə deyək də, onun krallıq məmnun qaldı və belə deyək də, çox var dövləti oldu. Belə. Və gəlin indi bunun içindən deməli dediyim kimi indiki zaman, keçmiş zaman və gələcək zamanda olan feilləri yazaq. Так, uşaqlar bu şəkildə yazdım. Настоящее время приходит, говорит, проси, иди, отвечает, трудится. Жил, прошедшее, keçmiş zamanda жил, был, приказывал, были, усмехнулся, уважал, приехали, уехали, расширили, трудились, позавидовал, удивился. Будущее время də gələcək принесу, встану. Belə. Так, keçək 13-cü tapşırığımıza. Tak, 13-cü tapşırığımızda nə etməliyik? Deməli, bu sözlərlə biz cümlələr qurmalıyıq. Gəlin, yazaq. Məsələn, birinci взлет sözü var. Самолет совершил взлет точно по расписанию. Təyyarə uçuşu cədvələ uyğun olaraq həyata keçirdi. Ekonomistlər proqnozируют падение цен на topливо. İqtisadçılar yanacaq qiymətlərin düşəcəyini proqnozlaşdırır. Arxeologi нашли ритуальные предметы в древнем захоронении. Arxeologlar qədim dəfn yerində ritual əşyalar tapıblar. В музее выставлены обрядовые костюмы разных народов. Muzeydə müxtəlif xalqların mərasim geyimləri nümayiş olunur. Дети водили хоровод вокруг новогодней елки. Uşaqlar yeni il ağacının ətrafında rəqs edirdilər. Его движения были плавными и грациозными. Onun hərəkətləri gözəl və zərif idi. Belə. Tak, bu nümunəli uşaqlar özünüzdə yaza bilərsiniz. Yəni, bax, bu şəkildə deməli cümlələrdə işlətdim. İndi keçək, bizim burada mətnimiz var, onu da oxuyum. Bəlkə maraqlı oldu sizə də. В своей книге «Путешествие на Кавказ» Дюма так описывает свои впечатления. Вечер был назначен на 8 часов. Мы явились к Махмудбеку, дом его одно из тех очаровательных зданий, какие я видел от Дербента до Тифлиса. В глубине во всю длину огромного окна сидели 3 танцовщицы и 5 музыкантов. Красота одной из танцовщиц могла сравниться лишь с чрезмерной красотой осенних цветов. Брови ее были похожи на 2 великолепных свода, под которыми блестели восхитительные глаза. Густые пряди роскошных черных волос выбивались из-под бархатной шапки. Украшения, состоящие из жемчуга, монет, придавали особую красоту волосам, осыпая плечи и грудь золотым дождем. Дюма отмечает также, что эти танцовщицы пользовались уважением и не выступали на улицах. Он был впечатлен не только их красотой, но и красотой обстановки, в которой они выступали. Deməli, Duma Qafqaz Səyahət kitabında belə deyək də, təsviratlarını belə təsvir edirdi. Axşam saat 8-də təyin edilmişdi. Biz Mahmud bəyin yanında gəldik. Onun evi Dərbəndən Tiflisdə qədər gördüyüm füsunkar bir tikililərdən biri idi, deyir. Arxa planda nəhəng pəncərələrin bütün uzunluğu boyunca 3 rəqqəs və 5 musiqiçi oturmuşdu. Rəqqəsalardan birini, deməli, gözəlliyini ancaq deyir payız çiçəklərini gözəlliyi ilə müqayisə etmək olardı, deyir. Gözəl qaşları, belə deyək də, çox gözəl yəni görünürdü və saçları, belə deyək,
Və əlbəttə ki, Cuma onu da qeyd edir ki, rəqqaslara hörmət edilib və onlar küçələrdə çıxış etmirdilər. Onu təkcə onların gözəlliyi deyil, həm də ifa etdikləri gözəl mənzərə heyran edirdi. Belə uşaqlar, sağ olun, görüşərik.